Gözlə kiminsə ayağının altında qalmasında bu Rasimin ayağının altında qalarsan. Zəhmətkeş əllərdir. 10 ildir, 15 ildir bu. Hələ bax zəhmətkeş əldir, zəhmətkeş. Gördüyünüz kimi ağzından köpürdü çıxır. Bu da o deməkdir ki, ağzından hava bırakır. Ağzı dəyişilməlidir. Bax, indi bu şişərin zaman qırağından atacaq. Bax, atdı. Qorxma. Hər gün yollarda minlərlə avtomobil hərəkət edir. Həmin avtomobillərin təhlükəsiz yoluna davam etməsi üçün kimsə günün istisində, tozun torpağın içində alın təri tökür. Bu gün sizi halal zəhmətlə ailəsini dolandıran bir təkər ustasının bir gününü aparacaq. Salam aleyküm. Salam aleyküm, xoş gəlmisiniz. Sağ olun, Allah köməyiniz olsun, yorulmayasınız. Çox sağ olun. Allah razı olsun. Yaxşı olun. Bu gün bizə bu işin çətinliyi, bu işin sirləri haqqında biraz məlumat verəcək. İndi məsələn bu aparatlar nə işə yarayır, bu işin çətinliyi nədir? O haqqda zəhmət olmasa bizə biraz məlumat verərdiniz. Bu kompresor həm hava vurmaq üçündür təkərlərə, həm də ki bu abadanlığı işlədir. Təkər çıxardıb salmaq üçün abadanlıqdır. Deməli, bir-bir gedək. Bu kompresordur. Bu böyük motorlar var. 3 fazadır, bəli. Aha, bu kompresordur. Bu şəkildə, tok şəklində gedib. Bu onun hava vuran təkərlərə, maşınların təkərlərin hava vurmaq üçün abadanlıqdır bu. Bu necə işlədirlər? Bunu bax belə. Hamısını öyrənmək lazımdır. Bunu belə təkərə taxırsan, bunun ölçüsünü yoxlayırsan. Bu 2-2 vurmaq lazımdır bunun havasını. Yəni təkərlərə hava vurmaq üçün burada balans aparatı budur. Bu təkərləri çıxardıb taxmaq üçündür. Deməli, təkər gəldi bizə. Biz bu aparata təkəri qoyuruq. Təkəri diskdən ayırırıq. Bəli, bəli. Aha. Ondan sonra nə edirik? Bundan çıxardırıq. Ondan çıxartdıq. Təkəri ondan çıxartdıq. Bundan isə balans eləyirik. Hal-hazırda klient gəlib. Klientimiz gəlib. Hələ çəkilişin ortasında. 2-2 vurmaq lazımdır buna hava. 2-2-2. Neçə idi qaqa? 2-2 qoyacam. Normal. 2-2? Hə, normalda 2-2. Sən 2 qoyun, fərqi yox. 2 qoy. Biz qalmışdıq, təkəri necə çıxarırlar, diskdən buradan necə çıxarılır, ayrılır. Onda, amma müştəri gəldi, ona görə çəkilişə. Bunu qoyuruq sonra bunun üstünə, bunun üstündə sökürük. İndi hal-hazırda bu hazır vəziyyətdə olduğuna görə indi balans eləyəcək. Balans. Bu balans nədən ötürüdür, ümumiyyətcə? Balans təkərin vurmamaq üçün, rolu sirkələməmək üçün və yaxud da ki, rolda drajenini verməmək də üçün. O, məsələn, yolda sürülən zaman o əldə rol titrəyirsə... 90-110 arası titrəmə olur, onu götürmək üçün, aradan çıxartmaq. Onun sürət həddi var, məsələn, mən bildiyim qədər aparatlar fərqlidir. 120-yə qədər ayrı balans aparatıdır, 120-dən sonra ayrı balans. Üstündə balans eləmək də var, o bizdə hal-hazırda yoxdur. Aha. Amma inşallah olacaq bu yaxın zamanlarda. Bu şəkildə aparat qoşuldu. Bu balans olunur. Burada hardansa... Bunun hələ ölçüsü ölçüləcək, yəni neçədir? Bu 19-luqdur bu diski. Bu diski 19-luq olduğu üçün bunu 8-də qoyacaq. Diskin birinci təkərin ölçüsünü ölçürük. Bunu da qoyacaq 19-a. Aha. Bunu da bu böyürdən ölçü verəcək. Ölçü verəndən sonra 50. Fırlayacaq. Bu artıq balans eləyir. Bəli, bəli, bəli. Bax, hal-hazırda quruz istəyir. Bunun quruzlarını söküb, başqa bir quruz. Quruz nədir? Bunun ağırlığını götürür təkərin, balansın. Bunu kəsib, ölçüsünü qoyub, qoyandan sonra ölçüsünü vurmalıyıq bura. Diskin ağırlığını ölçür o. Bəli, bəli. Ki, nə qədərdir? Ki, aparat daha rahat onu balans eləyə bilsin. Balans olunur, ağırlığın hər harda təkərdəki olursa, görürsən 5. Qaldı 5. Onun problemi yoxdur. Yəni, belə də işləyə bilər. Bu, hal-hazırda balans olundu. Gedişi də ki, superdir. Bu disk hal-hazırda balans olunub. Bəli. Heç bir problemi yoxdur. Yoxdur. Bax, gedişi də ki, ürəyin istəyən kimi. Bu, bizə maşında necə gedir, onu göstərir bu aparat. Bəli, bəli. Yəni, indi biraz titrəmə olsaydı,
Burada biz fırlanacı idi. Çevrilib fırlanacı idi. Sökülüb fırlanacaq. Hal-hazırda ehtiyac yoxdur. Aha, diska baxırıq indi. Diski qoyduq bura. İndi bu disk Taxılacaq bu təkərə. Hazır vəziyyətdə qoyulacaq. Bunu hazır vəziyyətdə qoyulandan sonra qoşacağıq. Qoşandan sonra bunu taxacaq bura. Taxan zaman başlayacaq fırlanıb təkəri salmağa. Bu abadanlıq bundan ölçüdür. Bunu indi biz bunun havasını vuracaq. Havasını vurarkən necə vururlar, mənə də başa sal, mən də bu sənətə yiyələnimi mən də bəlkə seçdim bu işə. Bax, bunu saldım bura, havasını vurdum. Havasını vuran zaman təkər şişir. Bax, indi bu şişən zaman qırağından atacaq. Bax, atdı. Qorxma. Qorxma. Mən bilmirəm, əziz izləyicilər, mən bilmirəm. Ona görə həqiqətən qorxdum. Mən heç o elə gözləmirdim. Qorxma, bundan çox atılır. Bunun belə nəsə riskli tərəfi varmı, yoxsa? Köhnə təkər olarkən, bəli, atılıb kiməsə dəyə bilər. Yəni buradan çıxa bilər. Çıxmağı yox, təkər patlaya bilər. Sroku keçmiş təkərlərin il söhbəti var bu təkərlərdə. İlləri köhnəlkən, yəni sroku da gedir. Bu işin çətinlikləri nədir? Bu işin heç bir çətinliyi yoxdur. Heç bir elə sənəti bir şey. öyrəndin. Bu işdə mən 2005-ci ildən bu işdə çalışıram. Aha. Yəni işləyirəm. 2005-ci ildə indiyə kimi bu işi yəni öyrənmişəm. Təmiz. Yox, maşallah mən axtardım. Kürdəmirdə bu salib seçilən ustalardan biri olduğunuzu. Təşəkkür edirəm. Çox sağ olun. Yəni onu bilirəm. Mən də Kürdəmirliyəm, yəni bir-birimizi də tanıyırıq. Evet. Mən bilirəm ki, siz bu işin peşəkarısınız. Çox sağ olun. Və yaxud da ki, bizim hər maşınlara disklərimiz də var. Aha, yəni burada Yolda qalan kimsə ehtiyacı olarsa, biz onlara kömək göstərdiririk. bu disklər də hal-hazırda Bəli, bəli. burada satılır. Bəli, bəli. Yəni hər maşın üçün disk var. Elə diski var ki, bax 1100 manata. 4 dənəsi 1100 manat yoxsa Şamdır bunlar, 17 şam. bu 4 dənəsi 1100 manat. Mercedes üçün Bəli, deyəsən. bəli. Yəni yoxsa başqa maşınlara da Var, gedir, var. getmir. Başqa, bax, yox, bu da- bu maşın, bu disk başqa maşına gedir yoxsa yox? Yox. Sadəcə Sadəcə Mercedes. Mercedes-ə. Bu Mercedes-ə gedir. Və yaxud da ki, bu Opel üçündür, 4 boltdur. Bunlar 4 boltdur, bu 4 boltdur, bu balaca maşınların çoxsuna gedir. Jiguliyə gedir, ondan sonra gedir Opel-ə gedir. 4 bolt nə maşınları varsa onlara Hamısına gedir. gedir bu. Bəli. Bax Hyundai-mız da var. Ford Fusion-mız da var. Ford Fusion-a gedən disklər də var. Bax burada çöldə olan disklərin çoxusu çox maşınlara gedir. Mercedes-ə də gedir. Ondan sonra Hyundai-a da gedir. Onlar neçədir? Məsələn, ucuzu neçə olur? Diskin Ən ümumiyyətlə. ucuzu 200 manata olur. Ən ucuz 4 dənə disk 200 manat, 200 yəni manat. biri düşür 50 manata. Belə disklər təkərlə birlikdə 3 günün diskisi olur. Bunlar olur 800 manat bizdə. Hə, bunlar 800 Təkərlə birlikdə Aha. 4-ü. Bax bunlar olur 750 manat. Az işlənmiş bir diskidir. manat. Yəni ikinci əl diskdə sata bilirsiniz. Mercedes-lərin ən yaraşıqlı, ən gözəl disklərindən olaraq biri budur, Şam. Bu ən bahalı diskidir. Tək boş disklər 600 manatdır. O yuxarıda gördüyümüz bu ilk 4 yox, ondan sonra qara disklər gəlir, içi qırmızı. Onlar O nədən ötürü? onlar 14-lükdür. Onlar 14-lük, Kia Rio-dur, Nolondur. Bunlara gedir. Jiguliyə də vurmaq olur, cərməsi yoxdur. Yəni 14-lük vurmaq olar. 13-lük, 14-lük bir razmer maşınlara vurmaq olur. Hə, deməli mən indi öyrəndim ki, o da Elşəndən öyrəndim ki, bu mən elə bilirəm ki, bunların için hamısı kamer var. Yox, bez kamer. O da o vaxtı Elsabetdən bilirdim ki, kamer var. Ha, o Mən dövr indi getdi. bilirəm. İndiki dövrlər bez kamerdə hamısı. İndi təkərlərin üstünə baxıram, görürəm ki, içində heç nə yoxdur. Buradakı bir danqıratdır. 3 tonluq. Hər maşını qaldırır. Bax, məsəl üçün bax. Aha, mən qalxım bir Bax dənə. qaldırır. Görsən? Bu 3 tonluq danqıratdır. Bu maşını qoyur, tən ortasından qaldırır. Problemi yoxdur. Hər verilişimizdə başqa şeylər yoxlayırıq. Mən indiyə qədər
Keçən verilişdə Bostançının bir günündə idim, traktor sürürdüm. Həyatımda ilk dəfə traktor sürürdüm. Baxmışam ona. İndi danqrata qalxıram. Bu şəkildə. Məşhur ustası Rasim müəllim. Neçə ildir bu sənətdədir. Mənim yaşım qədər bu sənətdədir bu Rasim. Gözəl sənətkardır, gözəl ustadır. Hal-hazırda bir dənə maşın gəldi, təkər gətirib, təkər partlayıb. İndi onu içəridə düzəldirlər. Biz də gedək çəkək gizlincə görək nə tər düzəldirlər, nə edirlər. Təkər yox idi. Bildiyimiz belə gətirdik, təkər yox idi. Sən 17-dir də. Bu nədir? 18-dir. 18 M paket. Nə olub əmi? Olsa problemdir, narahat olma deyəlim. Bunun yağı bitib deyəmə. Bunun yağ tökək. Yağı şprizlə tökürük, hə? Hal-hazırda da O təkəri yoxlayırıq ki, görək nə batıb ona. aha. Nəsə batmayıb. Mən baxım. Mən də köməkli edeyim sənə. Bunun havasına baxmışdım bir. Rasim. Havasına hadi ağzından bırakır. Bunun ağzı dəyişilməlidir. Deməli usta bax belə Nə olur. olub ona? Gördüyünüz. İndi də başqa bir maşınımız gəldi. Belən. Diski çıxardıq. Doktor, düz saxla, doktor, nə tərsən? Disklərin, təkərlərin yerini dəyişir. Düz saxla. Gözəl doktorumuz gəlib onun təkərlərin yer dəyişməsini eləyəcək. Yer dəyişməsini eləyən zaman deməli, Eşən, qalmışıq işlərin arasında. Bilmirik hasım çəkər. indi bunun təkərlərin yerin dəyişməsini eləyəcək. Aha, bu niyə? Nə üçün? Məqsəd nədir? Qabaq təkərlər, bunlarda veduşi qabaq çəkdiyi nə üçün? Yeyilib, təkərlər yeyilib. Arxalar təzə qalır. Aha. Qabaqlar yeyilib. İndi onun üçün dəyişirik. Onun üçün dəyişəcək, onu arxaya vuracaq qabaqları. Dallar da qabağa vuracaq ki, eyni səviyyədə olsun. Bunu söktü, vurub çıxardan zaman hazır bu. İndi keçirik bunu arxaya vurmağa, arxadakını qabağa vurmağa. Bax. Bunun təkər asılan bax bu təkərlə bu təkərdə gör nə qədər fərqliyi var. Bax bu qabaqda olub, bu arxada olub. Fərqli odur ki, bu çox yeyilib. Yəni qabaqlar çox yeyilib. Bəli. Ona görə dəyişir. Bəli doktor. Bu ona görə dəyişmək lazımdır, yer dəyişməsin. Çünki veduşu bunlarda qabaqdır. Əsas qabaqdır. Hə, razvala saldırmaq lazım. Ne oldu? Baş qatışıqdır. İkisi birdən gedir işlərimiz. Rasim müəllim orada işləyir, mən burada. Allah cəmaatımıza bərəkət versin. Bizim klientlərimiz maşallah yaxşıdır. Aləm dəyib hamısı bu dəqiqə bir-birinə. Ayaq altında fırlanıb baş keçmə. Gözlə kiminsə ayağının altında qalmasın da bu Rasimin ayağının altında qalarsan. İki Bunu tərəfdə qaldırma. dəyişir onda. Bəli, bəli. İki tərəfdə dəyişirsən. Bunu plus eləmədik də, yəni ehtiyac yoxdur bunlarda. Yəni nə zamansa ehtiyac olarsa, sağa sola çəkərsə o zaman yer dəyişməsində şey eləmək lazımdır. Plus minus.
Qasım ver mənə bunları da açım yerləşməsin elə. Qasım bunun yerləşməsində ala bu qabaqlar fərqli o olacaq ki, bunlar arxalar təzə idi, qabaqlar köhnəlmişdi. Qabaq çəkdiyinə görə bunun tez yeyilir, bəli. İndi bunu belə dəyişəcək, eyni bərabərdə bunlar gedəcək. Keyfiyyəti çoxludur. 15-20 min kilometrdən bir nədən dəyişilməlidir? Bəli, bəli, kilometraj. 15 min kilometrdən 10 bir min də, təkər 15 min. dəyişilməlidir. Razval yeyirsə, razvala salmaq lazım. Zəhmətkeş əllərdir. 10 ildir, 15 ildir bu. Hələ bax zəhmətkeş əldir, zəhmətkeş. Allah həmişə işi avan deyil. Amin, amin cümləmizin işi. Yox, et qoy maşına. Vallahi qalmayacaq o. Bildim səndir. 2 günə, 3 günə. Deməli, bugün biz gəldik, təkər necə təmir olunur, necə işlər görülür, onu öyrəndik. Bugünkü verilişimiz bir əməyin hekayəsi idi. Bir əziyyətin, halal zəhmətin, necə pul qazanılacağın hekayəsi idi. Sizə də çox təşəkkür Çox edirik. sağ olun, gəldiniz üçün də təşəkkür edirəm. Var olasınız, Minnətdaram. Allah razı olsun. Sağ Allah olun. həmişə sizə bol müştəri yetirsin Amin, inşallah. amin. Həqiqətən əziyyətli işdir. Əsas odur ki, halal zəhmətlə pulunuzu qazana bilirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən də təşəkkür edirəm, çox sağ olun. Minnətdaram.